Herkese salamlar. AZ Player kanalına hoş geldiniz. Bu videoda mən sizə kompüterimizdə olan save və ya D diskini necə bölə bilərik onu göstərəcəm. Bunun üçün isə ilk növbədə olaraq burada kompüterimizin üzərində sağ düyməsini basaq. Buradan Upravleniya bölümünə daxil olaq. Burada gördüyünüz kimi Upravleniya diskami var. Buradan buna daxil olaq. Burada hər hansısa bir diskimizi bölə bilərik. Mən D diskini bölürəm. Siz istəsəz C-ni də bölə bilərsiniz. Buradan sağ düyməsini basaq və diski böl edək. Gözləyək. Burada diskimizdən nə qədər yer ayırmaq istəyiriksə onu seçək. Məsələn, ayıraq, nə qədər ayıraq? Məsələn, 2048 megabayt, yəni 2 GB yer ayıraq. Buradan böl edək. Gördüyünüz kimi qarşımıza belə bir şey çıxdı. Bunun üzərində sağ düyməsini basaq və Sozzat Prostoy Tom, yəni ki, yeni disk yarat edək. Buradan irəli edək. Bundan heç birinə toxunmadan irəli edək. Buradan bunu seçin və diskiniz nə disk olursa olsun, bunu da oradan seçin. Məsələn, mən seçirəm A diski olsun. Buradan dalə edək. Buradan heç birinə toxunmadan bura diskimizin adını da yaza bilərik. İstəsə isə o elə öz adında qala bilər. Mən yeni ad yazıram. Nə yazım? Mən AZ Player yazacağam. Və buradan yenə irəli edək. Buradan bitir edək. İndi gördüyünüz kimi qarşımıza belə bir pəncərə çıxdı. Buradan yəni kompüterimizə daxil olaq. Gördüyünüz kimi AZ Player diski var artıq. Diskimizin içində heç bir şey yoxdur. Biz bu diskə istədiyimiz hər hansısa bir videonu, şəkli də ata bilərik. Yəni normal D diskində olduğu kimi. Bu videomuz da bu qədər. Əgər digər videolarımızdan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olun. Gələn videoda görüşərik. Sağ olun.